5-ci fəsil. Murray Hill Place, Opsteinin yeni mənzil qərargahı və işgüzar mərkəzi Nyu-Yorkda, Lexington Avenue 243-də yerləşirdi. Binanın tikintisi 47 milyon dollara başa gəlmişdi. Onun 133 min kvadrat fut sahəsi olan qülləsi qırmızı kərpizdən və Indiana ştatında çıxarılan əhəng daşından inşa edilmişdi. Layihənin müəllifləri May və Pinska bürosundan olan memarlar idi. Binada 100-dən çox yataq otağı, 6 yeməkxana, kitablar, qonaqlar üçün istirahət otaqları, konfrans zallar, ofislər yerləşirdi. 17-ci mərtəbə bütünlüklə xüsusi rezidensiya üçün ayrılmışdı. 2-ci, 8-ci, 16-cı mərtəbələrdə mərmərlə və oyma daşlarla bəzədilmiş soğmələr yerləşirdi. Kişilər Lexington Avenue əsas girişdən daxil ola bilərdilər. Qadınlar isə yan küçədəki girişdən istifadə edirdilər və kişilərdən akustik və vizual olaraq həmişə ayrı dururdular. Həmin axşam, biraz tez, 7-ci mərtəbədəki apartamentlərin sahibi Yepiskop Manuel Aringarosa kiçik yol çantasını qaydaya salıb ənənəvi qara sutanasını geyindi. Adətən o, sutanasının üstündən parıltılı kəmər bağlayırdı. Amma bu gün adi adamların yanına getdiyindən öz yüksək vəzifəsində diqqəti cəlb etmək istəmədi. Yalnız diqqətli baxışlar onun iri brilyant qaşlı, parıltılı ametistlə bəzədilmiş 14 karatlıq qızıl üzüyünü və əl ilə işlənmiş mitrasını qiymətləndirə bilərdi. Çantasını çiyninə keçirib özü üçün qısa bir dua oxudu. Apartamentdən çıxıb vestibülə düşdü. Burada onu hava limanına aparacaq sürücü gözləyirdi. İndi Yepiskop Aringarosa kommersiya reysi ilə Romaya uçan avialaynerin illuminatorundan Atlantik okeanının qarasularına baxırdı. Günəş batmaqdaydı. Lakin Yepiskop bilirdi ki, onun ulduzu tezliklə doğacaq. Bugün biz bu döyüşü udacağıq, düşündü və bir neçə ay bundan əvvəl onun qurduğu imperiyanı dağıtmaq istəyən düşməninin qarşısında köməksiz olduğunu xatırladı. Opstey, ilahi atanın sədri olaraq Yepiskop Aringarosa ömrünün axırıncı 10 ilini onun ideyalarının yayılmasına həsr etmişdi. 1928-ci ildə İspan keşişi Jose Mari Escriva tərəfindən əsası qoyulmuş bu dini cəmiyyət qədim katolik dəyərlərini qayıtmağı təbliğ edirdi. Öz tərəfdaşlarına ilahi günün şərəfinə hər şeyi, hətta öz həyatlarını belə qurban verməyi öyrədirdi. Opstey, ənənəvi fəlsəfəsi İspaniyada, hələ Franco rejimindən əvvəl yaranmışdı. Lakin Jose Mari Escriva yalnız 1934-cü ildə Yol adlı kitabını çap etdirdikdən sonra bu ideyanın dünyaya yayılması başlandı. İndi isə yolu 42 dildə 4 milyon nüsxə tirajla çap etdirən Opstey sektası hesablaşılacaq bir qüvvəyə çevrilmişdi. Yer kürəsinin iri şəhərlərinin demək olar ki, hər birində bu təşkilatın şöbələri, elmi mərkəzləri, hətta universitetləri fəaliyyət göstərirdi. Opstey dünyada ən sürətlə inkişaf edən və maliyyə cəhətdən tam təmin olunmuş katolik təşkilatı idi. Təəssüf ki, Aringarosanın özünün etiraf etdiyi kimi, ümumi dini sinizmin, televiziya ekranlarından yayılan şübhəli kultların və təriqətlərin tuğyan etdiyi əsrdə Opsteyin çəkilənən qüdrəti və sərvəti əsassız şübhə obyektinə çevrilirdi. Opstey çoxları beyinlərin yuyulması kultu adlandırırlar. Müxbirlər ondan soruşurdular. Bəziləri isə sizə gizli ultrakonservativ xristian cəmiyyəti deyirlər. Siz kimsiz axı? Bunların heç birinin Opsteyə dəxli yoxdur. Yepiskop səbrlə cavab verirdi. Biz katolik kilsəsinin bir hissəsiyik. Biz gündəlik həyatımızda katolik doktrinalarına riayət etmək yolunu tutan katolik qardaşlar cəmiyyətiyik. Burada əxlaq andı içmək, kilsəyə torpaq vergisi ödəmək və özünə əzab vermək yolu ilə günahlardan təmizlənmək nəzərdə tutulurmu? Bunlar Opsteyin üzvlərinin yalnız az bir hissəsinə aiddir. Aringarosa cavab verirdi. Bizim həyata daxil olmaq bir neçə səviyyədə mümkündür. Opsteyin minlərlə üzvü ailə həyatı qurur, öz icmalarında Allah naminə xidmətlər göstərirlər. Bəziləri asketik həyat tərzinə üstünlük verirlər. Manastırlarda tənha yaşamağı seçirlər. Hər kəs seçimində azaddır. Amma Opsteyin üzvlərinin bir məqsədi var. Dünyanı yaxşılaşdırmaq. Və onlar Tanrının əmrlərini yerinə yetirərək bunu edirlər. Hər kəsin bizim sıralarımıza qatılmağına sevinirik. Təbii ki, ağıllı yanaşmadır. Burada hamını inandırmağa çalışmağın xeyri yoxdur. Kütləvi informasiya vasitələri həmişə qalmaqallara can atır. İri təşkilatların əksəriyyətində olduğu kimi, Opsteydə də daim yaramazlıq oyunlar tapılırdı. Bütün təşkilata kölgə salan bir neçə yolunu azmış adam. 2 ay əvvəl Opsteyin mərkəzi qərbdə yerləşən şöbəsinin seçkin işlərinin üstü açılmışdı. Bu şöbə gənclərə meskalin paylamaq yolu ilə onları öz tərəfinə çəkirdi. Bu narkotik maddə insanları eyforik vəziyyətə salırdı. Bunu isə gənc tərəfdarlar səhvən dini ekstaz kimi başa düşürdülər. Bir universitet tələbəsi günahlardan təmizlənmək üçün özünü 2 uclu zəncirlə döymüşdü. Yarıya infeksiya düşdüyündən oğlan uzun müddət yataqdan qalxmadı. Biraz əvvəl
Bostonda həyatda uğursuzluğa düçar olmuş gənc bankir özünü öldürmüşdü. Amma ölümündən qabaq bütün əmlakının Opsteyə verilməsi barədə kağız yazmışdı. Yolunu azmış qoyunlar. Arin Qarosa onları belə adlandırırdı və ürək ağrısı ilə bu insanlara acıyırdı. Lakin təşkilata ən çox xələl gətirən FTB kəşfiyyatçısı Robert Hansen olmuşdu. Onun məhkəmə prosesi geniş əks-səda doğurdu. Hansenin Opsteyin ən nüfuzlu üzvlərindən biri olması azmış kimi, həm də pozğun və əxlaqsızlığı da aşkarlandı. Onun düşkünlüyünü sübut edən təksib edilməz faktlar məhkəməyə təqdim edildi. Bu tip öz yataq otağına videokamera quraşdırmış, sonra arvadı ilə sekslə məşğul olarkən çəkdiyi lentləri dostlarına göstərirmiş. Belə insanı həqiqi katolik adlandırmaq çətindir. Hakim istehza ilə demişdi. Bütün bu xoşagəlməz faktlar Opstey üzərində xüsusi müşahidə qrupunun, OPMG-nin yaradılmasına səbəb olmuşdu. Bu qrupun internetdə öz saytı da vardı. www.oden.org. Burada cəmiyyətə daxil olmağın təhlükələri barədə Opsteyin sabiq üzvlərinin dəhşətli əhvalatlarla dolu etiraflarını oxumaq da olardı. Kütləvi informasiya vasitələri isə tez-tez Opsteyi gah Allahın mafiyası, gah da Məsih kultu adlandırırdılar. Biz anlamadığımız şeydən qorxuruq. Arin Qarosa düşündü. Bu tənqidçilərin az da olsa təsəvvürləri varmı ki, cəmiyyət neçə-neçə insanın həyatını zənginləşdirib? Bu cəmiyyət Vatikanın xeyir duasını və dəstəyini qazanıb, Opstey papanın şəxsən öz himayəsi altındadır. Lakin az keçmədi ki, cəmiyyətdə kütləvi informasiya vasitələrindən daha güclü və daha təhlükəli düşmən qüvvələrin olduğunu öyrəndilər. Arin Qarosa bu gözlənilməz düşmənlərdən gizlənməyin yolunu da bilmirdi. 5 ay əvvəl bu düşmənlər dağıdıcı zərbə vurdular. Arin Qarosa bu zərbədən indiyə kimi özünə gələ bilmir. Onlar kimlə müharibə etdiklərini bilmirlər. Yepiskop illuminatordan aşağıda görünən okeanın qara sularına baxa-baxa qəzəblə və sakitcə pıçıldadı. Onun baxışları ani olaraq öz əksinə dikildi. Ən xarakterik hissəsi əyri burnu olan uzun və qara sifət. Onun burnunu gənc missioner kimi İspaniyada fəaliyyət göstərdiyi zamanlar yumruq zərbəsi ilə sındırmışdılar. Amma bu fiziki qüsurun bu gün əhəmiyyəti yox idi. Arin Qarosa cismən yox, ruhən gözəl idi. Təyyarə Portuqaliya sahillərinin üstündən uçarkən mobil telefon vibrasiya etdi. Arin Qarosa uçuş zamanı mobil rabitədən istifadə etməyə qadağan edən qaydaları bilirdi. Amma bu zəngi o gözləyirdi. Yalnız bir nəfər bu nömrəni bilirdi. Elə həmin adam telefonun özünü də poçtla Arin Qarosaya göndərmişdi. Bəli, yepiskop sakitcə dedi. Saylas Coşarı daşı tapıb, o Parisdədir. Sen Sülpes kilsəsində gizlədilib. Yepiskop özündən razı halda gülümsədi. Onda biz lap yaxınlaşmışıq. Biz onu az bir zamanda əldə edə bilərik, lakin sizin köməyiniz vacibdir. Hə, əlbəttə, deyin, mən nə etməliyəm? Arin Qarosa mobil telefonu söndürdü. Onun ürəyi həyəcanla döyünürdü. Sakitləşmək üçün yenə gecənin qaranlığına baxdı. Özünü öz başladığı hadisələrin içində oyuncaq kimi hiss edirdi. 500 mil ondan uzaqlarda Saylas adlı albinos başını ləyənə tərəf əyərək kürəyinin yaralarını yuyurdu. Qırmızımtıl qəhvəyə qasnalıqlar qoparaq suyu bulandırırdı. Məni əldən düşüncə yu və mən yenə təmiz olacağam. O yenə dua oxudu. Məni öz mükafatınla yu və mən qardan da ağ olacağam. Saylas indiyə qədər belə ruh yüksəkliyi hiss etməmişdi. O axırıncı 10 ildə yolun bütün qanunlarına riayət edir, günahlarını yumağa, öz həyatını tamamilə dəyişməyə, əvvəllər etdiyi zorakılığı yaddaşından silməyə çalışırdı. Və bu gün qəfildən bütün bunlar geri qayıtdı. İllər uzunu mübarizə apardığı nifrət hissi yenidən təlabata çevrildi. Sürətlə keçmişinə qayıtması onu çox təəccübləndirirdi və əlbəttə ki, keçmişdə əldə etdiyi təcrübələr, biliklər də yenidən oyanırdı. Onlar dəhşətli olsalar da, artıq unudulsalar da, indi gərəkli, lazımlı idilər. İsa bizə sülh, sevgi öyrədir. O zorakılığı rədd etmişdir. Axır zamanlar Saylas bunu öyrənmişdi və bu sözlər onun ürəyində möhkəm yer tutmuşdu. Amma indi Məsihin düşmənləri onun təlimini dağıtmaq, məhv etmək istəyirlər. Kim ki Allahı qılıncla hədələyir, qılıncla da öləcək. Sürətli və amansız qılıncdan. 2000 il ərzində Məsihin əsgərləri öz inamlarını onu məhv etmək istəyən düşmənlərdən qoruyurdular. Bugün Saylası da bu cərgəyə çağırırdılar. Yaraları biraz qurumuşdu və o kapşonlu uzun stanasını geyindi. Çobud, qara rəngli mahudun fonunda ağımtıl saçları və əlləri aydın bilinirdi. Stanasını iplə bağlayıb kapşonu başına keçirtdi və güzgüyə yaxınlaşdı. Qırmızı gözləri ilə əksinə baxdı. Hadisələrin təkər və mitcikləri hərəkətə gəlmişdi.